Bir də axşamınız xeyir olsun. Bu və digər xəbərlər barədə daha ətraflı təqdim edirik. Prezident İlham Əliyev İspaniyanın EFE İnformasiya Agentliyinə müsahibə verib. Sabahınız xeyir, cənab prezident. Bizimlə söhbət etmək, bizə müsahibə vermək üçün vaxt ayırdığınıza görə təşəkkür edirik. Bu imkana görə təşəkkür edirəm. Hazırda Dağlıq Qarabağdakı müharibənin 6-cı həftəsi başlayır. Cəbhədə, hal-hazırda vəziyyət necədir? Cəbhədəki vəziyyət Azərbaycan ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik və döyüş meydanındakı bu müddət ərzində Azərbaycan demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik. Siz 7 işğal olunmuş rayonun 5+2-nin azad edilməsini istəyirsiniz. Siz onlardan artıq neçəsini azad etmişsiniz? Faktiki olaraq işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə ya da qismən azad edilib. Bugün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik və qeyd etdiyim kimi biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmişkən biz artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi. Ona görə də biz onları bunu etməyə məcbur etməli olduq. Hər iki tərəf artıq 3 humanitar atəşkəslə bağlı razılığa gəlib. Lakin onlar heç bir neçə dəqiqə belə çəkməyiblər. Niyə görə müharibəni 3 dəfə durdurmaq və danışıqlara başlamaq mümkün olmamışdı? Düşünürəm ki, bu atəşkəslərin işləməməsinin səbəblərindən biri ondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azad edilmiş əraziləri geri almağa cəhd edirdi. Başqa sözlə, onları yenidən işğal etmək istədilər. Ona görə də onlar sizin doğru olaraq qeyd etdiyiniz kimi humanitar məqsədlərlə elan olunmuş bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək istədilər. Və onlar bunu edə bilməyəndə Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum etdilər. Onlar bunu 2 dəfə etdilər. Lakin birinci dəfə oktyabrın 10-da atəşkəs elan olunandan dərhal sonra etdilər və bunun nəticəsində 10 mülki şəxs həlak oldu. Onlarla adam yaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şəkildə pozdular. İkinci atəşkəs də elan olunan vaxtdan təxminən 5 dəqiqə sonra onlar tərəfindən pozuldu. Və üçüncü atəşkəsi onlar dinc şəhər olan Bərdəyə hücum etməklə pozdular. Orada 21 nəfər mülki şəxs qətlə yetirildi. 70 nəfər yaralandı. Beləliklə, hər 3 dəfə bu, Ermənistanın bizə qarşı məqsədli şəkildə təcavüzkar hücumu idi və biz cavab verməli və özümüzü müdafiə etməli olduq. Siz dediniz ki, Ermənistan qoşunlarının çıxarılması ilə bağlı konkret təqvim istəyirsiniz. Ermənistan dedi ki, kompromisə hazırdır, ancaq təslim olmağa, həmin əraziləri təslim etməyə yox. Siz də kompromisə hazırsınız və bu kompromis necə olacaq? İlk növbədə bizim mövqeyimiz demək olar ki, bu 40 gün ərzində artıq dəfələrlə bəyan edilib. Mən dəfələrlə demişəm ki, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, 1 milyon Azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlər boyu yaşadıkları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında
sülh şəraitində birgə yaşayışı təmin etməkdir. Bizim mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Beləliklə, bu çox açıq-aşkardır. Ermənistan kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyin etmədən danışırlar. Amma öz müqəddəratını təyin etmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar. Çünki hazırda o çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bugün biz hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi. Ona görə də Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Və hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim olunmalıdır. Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-sindən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsiplər işləyib hazırlamış. Minsk qrup həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çox eskalasiya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirindən Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməyini gözləyirik. Və əgər belə olmasa, sizin üçün yalnız hərbi variant mövcuddur? Başqa yol qalmır. Bilirsiniz, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik. Və mən dəfələrlə demişəm və bugün də təkrar edə bilərəm. Əgər Ermənistanın baş naziri şəxsən özü bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam. Və biz bunu edərik, lakin o bunu demir. O vaxt qazanmaq istəyir. Daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir. Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir. Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur? Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son 2 il ərzində mənim onunla çox sayda görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub. İlk görüşlər istisna olmaqla. O mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası inqilabdan sonra ona vaxt versə, o yaxşı hazırlaşacaq. Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Bu, onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri idi. Lakin bir ildən sonra o tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası 1 santimetr belə torpaq yoxdur. Dedi ki, Qarabağ Ermənistandır. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası rəhbərliyi ilə danışıqlar aparmalıdır. Beləliklə, o danışıqlar prosesini pozmaq üçün hər şey etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim Xarici İşlər Nazirlərimiz Cenevrədə görüşüblər və mən düşünürəm ki, hazırda bu təmaslar üçün doğru formatdır. Siz dediniz ki, demək olar ki, 30 il ərzində Minsk qrupu işğal edilmiş ərazilərin qaytarılması üçün heç nə etməmişdi və ya bu istiqamətdə heç bir irəliləşə nail olmamışdı. Hal-hazırda Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan gözləntiniz nədir?
Bəli, siz haqlısınız. Mən demişəm ki, Minsk qrupu heç bir nəticə əldə etməyib. Lakin mən eyni zamanda demişəm ki, onların fəaliyyətinə tamamilə göz yumaq və ya onları yalnız tənqid edə bilmərəm. Çünki hazırda masada olan əsas prinsiplər Minsk qrupunun köməkliyi ilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlar işlədilər, çalışdılar, lakin onlar əraziləri boşaltması üçün, Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var. İstər hərbi dəstək olsun, istər siyasi dəstək olsun, iqtisadi dəstək, diaspora dəstəyi və digər. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər. Onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticənin olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox istəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarsa, kim bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü, kiçik, yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir. Onlar sadəcə olaraq istəmədilər. Onlar vəziyyətin sabit olmağını istəyirdilər. Bu doğrudur. Onlar sülh senarisini istəyirdilər. Lakin onlar görəndə ki, demək olar ki, 30 ildir ki, sülh senarisi yoxdur və Ermənistanın yeni hökuməti bəyanatlar və əməllərlə prosesi faktiki olaraq məhv edir. Düşünürəm ki, onlar hərəkətə keçməli idilər və mən dəfələrlə onların liderləri, yüksək rütbəli rəsmiləri ilə danışaraq çağırış etmişəm ki, Ermənistana təzyiq göstərin, sanksiya tətbiq edin. Əgər sanksiya tətbiq etmək istəmirsinizsə, ən azı bunu dilə gətirin. Elan edin ki, sanksiyalar tətbiq olunacaq. Əks halda bu təcavüzkərə təzyiq göstərmək üçün başqa heç bir mexanizm olmayacaq. Beləliklə, düşünürəm ki, bugün onlar dərk ediblər ki, uzun illər münaqişənin hərbi həlli yoxdur deməklə səhv ediblər. Və biz bu reallığı dəyişdik. Hərbi həll yolu var, lakin bizim bugün danışdığımız ondan ibarətdir ki, gəlin hərbi həllin həmin səhifəsini bağlayaq və siyasi həllə keçək. Beləliklə, hərbi siyasi həll üstünlük təşkil etməlidir. Əgər Ermənistanın baş naziri mənim artıq ondan tələb etdiyimi desə, biz bugün dayanmağa hazırıq və indi sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır. Bizə Kəlbəzər, Laçın və Ağdamın bir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli lazımdır və bundan sonra düşünürəm ki, regiona sülh gələcək. Mən sizdən Amnesty International-ın faktiki olaraq hər iki tərəfin kasetli bombalardan istifadə etməsinə dair bəyanatları ilə bağlı soruşmaq istəyirəm. Siz də rəsmi İrəvanda qeyd edirsiniz ki, tərəflər mülki əhaliyə qarşı fosfor tərkibli sursatdan istifadə edir. Siz beynəlxalq konvensiyalarla qadağan edilən silahlardan istifadə edirsiniz? Biz qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazi bütövlüyümüzü bərpa etmək üçün kifayət qədər sursatımız var. Bu birincisi. İkincisi, biz mülki şəxslərə hücum etmirik. Oktyabrın 10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan əvvəl bəli, bunu qəbul edirik. Lakin bu ona görə oldu ki, Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu Dağlıq Qarabağın dırnaqarası paytaxtı olan Xankəndidə cəmləşmişdi. Ona görə də biz bunu etməli idik. Biz təhlükəsizliyimizi təmin etmək və əməliyyatımızın daha effektiv olması üçün həmin mühüm hərbi obyektləri vurmalıydıq. Lakin humanitar atəşkəs elan olunandan sonra və biz bunu dəfələrlə elan etmişik, biz heç vaxt insanların yaşadığı heç bir şəhəri və ya kəndi vurmamışıq. Buna zidd olaraq ermənilər nə etdi? Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar və bu sübuta yetirilib. Baxmayaraq ki, Ermənistanın baş naziri bunu onların etmədiyini dedi. Lakin bu gülüncdür. Çünki ballistik raketin buraxılışı peyklər vasitəsilə müşahidə olunur. Hər kəs onun hardan buraxıldığını və onun hədəfinin nə olduğunu bilir. Gəncədə mülki şəxslərin yaşadığı əraziləri qəsdən 2 dəfə vurmaq, onlar Bərdəyə çox dağıdıcı Smerç raketləri ilə 2 dəfə zərbə endirdilər və yalnız
yalnız bir hücum nəticəsində 21 insan öldürülmüş və 70 insan yaralanmışdı. Bir çox hücumlar olmuşdu. Onlar Tərtərdə dəfn mərasiminə zərbə vurdular. Bu tamamilə insan davranışının bütün normalarından kənar bir şeydir. İnsanlar dünyasını dəyişmiş şəxsi dəfn edəndə onlar qəbristanlığı vurdular və 4 nəfər qətlə yetirildi. Onların kaset bombalarından istifadə etməsi beynəlxalq media və QHT-lər tərəfindən təsdiq olunmuşdur. Əminəm ki, bu barədə ilk dəfə məlumat verən, oranı ziyarət etmiş beynəlxalq media olmuşdur. Amnesty International və Human Rights Watch təşkilatlarının bu halları təsdiq etməkdən savayı başqa bir seçimi yox idi. Lakin sual orasındadır ki, nə üçün onlar birinci növbədə Azərbaycana gəlmədilər? Nə üçün onlar yalnız Ermənistan tərəfindən işləyirdilər? Yalnız beynəlxalq media, qərb mediası ermənilərin istifadə etdiyi kaset bombalarını göstərdikdən sonra bu iki qeyri-hökumət təşkilatı bunu təsdiq etdilər. Onların bunu təsdiq etməsi yaxşı haldır, lakin səmimi desəm, bunun açıq-aşkar olmasını nəzərə alaraq onların bu məsələni necə təsdiq etməməsini də təsəvvürümə gətirə bilmirəm. Rusiya, Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağda hardasa 2000 muzlu döyüşür. Bununla bağlı nə deyərdiniz? Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm təəssüflənirəm ki, bir tərəf olmalı. Onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri bu təsdiqini tapmamış, əsassız dırnaqarası informasiyadan və şayələrdən istifadə edirlər. Bu birincisi. İkincisi, bizdə heç bir muzlu yoxdur. Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 min döyüşçüdən ibarət ordumuz var. Biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə döyüşən hər hansı bir əcnəbi döyüşçünün döyüşməsi ilə bağlı heç bir sübut yoxdur. Bu vaxtlarda bir aydan çox müddət ərzində heç bir sübut, heç bir dənə də sənəd, bir dənə də dəlil bizə təqdim edilməmişdi. Yalnız bəyanatlar. Bəs onda nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib? Bizdə artıq əcnəbi pasportlar olan zərərsizləşdirilmiş insanların siyasi var. Amerikalı, Fransalı, Kanadalı, Livanlı, İraqlı, post-sovet məkanı ölkələrindən, onlarla Gürcüstandandır. Bəli, onlar o ölkələrdə yaşayan ermənilərdir, lakin bu heç bir fərq etmir. Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa, onların orada olması qanunsuz hesab olunur. Bu vaxta kimi bu məsələ barədə heç nə deyilməmişdi, amma bizim sübutlarımız var. Bizim əlimizdə pasportlar var, bizim sübutumuz var, video var. Bunun haqqında heç nə deyilməyib. Bu bizim tərəfimizdən qəbul edilə bilməyən selektiv bir yanaşmadır. Bu vasitəçilərin mandatına uyğun deyil. Mən dəfələrlə demişəm, vasitəçilər bitərəf olmalıdır. Əgər onlar tərəf tuturlarsa, bu onların işidir. Lakin onda vasitəçilikdən çıxmalıdırlar. Hər bir ölkənin istənilən ölkəyə yaxşı və ya pis münasibəti ola bilər. Biz müəyyən səbəblər üzündən bəzi ölkələr tərəfindən ermənilərə qarşı xüsusi hisslərin olduğunu başa düşürük. Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik. Lakin əgər siz vasitəçisinizsə, xahiş edirəm, bir tərəf olun və ittihamlardan uzaq durun. Əgər bizi ittiham edənləri, muzlular, dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu çox uzun bir məsələ olacaq. Biz bunu etmirik. Buna görə də biz tərəfdaşlarımızdan eynisini gözləyirik. Türkiyənin sizə nəinki siyasi, eyni zamanda hərbi dəstək də göstərdiyini söyləyənlərə nə deyərdiniz? Mən deyərdim ki, bu növbəti təxribat, növbəti feyk xəbərdir. Türkiyədən heç bir hərbi dəstək yoxdur. Biz Türkiyədən yalnız müasir hərbi avadanlığı alırıq. Bu həqiqətdir. Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır.
Türkiyənin hərbi sənaye kompleksi həqiqətən də möcüzələr göstərir. Bu avadanlıq bizə döyüş meydanında çox kömək edir. Lakin biz onu alırıq, biz müqavilələr imzalayırıq. Hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən silah alırıq. Niyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Yalnız Türkiyə. Çünki Türkiyə, əfsuslar olsun ki, indi müxtəlif Avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu tamamilə qəbul edilməzdir. Bizim əsas silahlarımız Rusiyadan gəlir. Biz başqa ölkələrdən də silah alırıq. Yalnız Türkiyənin adı hallanır. Bu birincisi. İkincisi, Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər, niyə görə onlar Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər? Vasitəçi, Minsk qrupunun həmsədrinin, bizim əlimizdə sübutlar var. Bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə kimsə bu barədə danışmır? Gəlin bunun haqqında danışaq. Gəlin ədalətli olaq. Buna görə birincisi, bu səhv məlumatdır. İkincisi, biz Türkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik. Üçüncüsü, bu məsələ ilə bağlı heç bir ikili standartlar olmamalıdır. Yeri gəlmişkən, Azərbaycana Türkiyə tərəfindən hərbi dəstək göstərildiyini deyənlər, hesab edirəm, bu absurd ittihamlardan çəkinməlidirlər. Açıq aydındır ki, Türkiyənin regionda marağı var. Necə ki, İranın və Rusiyanın. Ermənistan Rusiyaya öz təhlükəsizliyinin təmin olunmasının mümkünlüyü barədə müraciət etmişdi. Siz müharibənin beynəlmiləşdirilməsindən qorxursunuz? Ermənistan lap əvvəldən elə bunu etmək istəyirdi və biz həmişə buna qarşıydıq. Mən dəfələrlə bütün ölkələrə demişəm, bu münaqişədən uzaq durun, bu bizim məsələmizdir. Bu ərazi bütövlüyü uğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmiləşdirmək üçün heç bir cəhd olmamalıdır. Lakin Ermənistan bunu etmək üçün hər şeyi etdi. Ermənistanın baş nazirinin Rusiya prezidentinə göndərdiyi məktub yalnız onların öz məğlubiyyətini artıq qəbul etdiyini, bizim döyüş meydanında onlara qalib gəldiyimizi göstərmir. Eyni zamanda onu göstərir ki, onlar münaqişəni beynəlmiləşdirmək istəyirlər. Onlar Rusiyanı birbaşa müharibədə iştiraka sülhləmək istəyirlər. Və bu da tamamilə qəbul edilməzdir. Mənim bildiyim qədər bu Rusiya tərəfindən rədd edilmişdi və Rusiyanın Xarici İşlər Naziri bununla bağlı bəyanat vermişdi. Ola bilsin, bunu lap dəqiqliklə ifadə etmirəm, lakin belə bir mesaj var idi ki, döyüş Azərbaycanın ərazisində aparılır. Əgər istənilən ölkə Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir. Lakin döyüş bizim torpağımızda gedir. Hesab edirəm ki, bu cəhdlər tamamilə faydasızdır. Rusiyanın mövqeyi Xarici İşlər Naziri tərəfindən ifadə olunmuşdur. İranın da mövqeyi ifadə edilmişdi. Yəqin siz ölkələrin ərazi bütövlüyünün təminatına dair İranın münaqişənin həll edilməsi ilə bağlı planını eşitmişsiniz. Bu yaxınlarda İranın dini lideri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat vermişdi. Bu iki qonşu ölkənin reaksiyasıdır. Türkiyənin mövqeyi yaxşı bəllidir. Türkiyə həmişə beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir. Gürcüstan da həmçinin. Əvvəllər, dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi. Bu, bizim qonşuların mövqeyidir. Ermənistan təcrid olunub. Onlar münaqişəni beynəlmiləşdirmək istəyirlər. Onlar dəstək qazanmaq üçün bəzi feyk xəbərlərdən və tarixdən olan bəzi feyk xəbərlərdən istifadə etmək istəyirlər. Lakin Ermənistan üçün ən yaxşı hərəkət öz məğlubiyyətini qəbul etmək, bizim qələbəmizi qəbul etmək və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir. Əgər onlar Dağlıq Qarabağın müstəqilliyini tanıyarlarsa, sizin buna reaksiyanız necə olardı? Bilirsiniz, onlar müstəqilliyi tanımaq istəsəydilər, uzun müddət bundan öncə tanıyardılar. Nəyə görə əvvəl tanımadılar? Çünki onlar aydın başa düşürdülər ki, bu çox məntiqsiz addım ilə danışıqlar dayanacaqdır. Tamamilə. Odur ki,
Onlar bunu etsələr, danışılası bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsas prinsiplər, nə də gələcək tənzimləmə. Heç nə masa üzərində olmayacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər. Onlar həmişə bundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etmək istəyirdilər. Və deyirdilər, Azərbaycan bunu etsə, biz müstəqilliyi tanıyacağıq. Mən bu müharibə günlərində dəfələrlə demişəm və indi də deyirəm. Ermənistanın baş naziri bu gün Dağlıq Qarabağı tanı. Bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər. Bu gün Dağlıq Qarabağı tanı. Yenə də görəcəksiniz ki, onlar bunu etməyəcəklər. Çünki onlar qorxaqdılar. Onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və onlar bunu gördükdə qaçırlar. Siz indi Muxtar rayonu qəbul etməyə hazırsınız? Bu əsas prinsiplər üzərində gələcək danışıqların bir hissəsi olmalıdır. Çünki əsas prinsiplərin birinci hissəsində işğal olunmuş ərazilərdən 5+2 rayondan vaxt cədvəlinə müvafiq olaraq qoşunların çıxarılması tələb olunurdu. Sonra təhlükəsizlik, sülhməramlı əməliyyatlar, Dağlıq Qarabağın statusu kimi əsas prinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirə etməyə çox açıq idik. Biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişdik, lakin onlar bunları rədd etmişdi. Biz onlara Azərbaycan daxilində muxtariyyət təklif etdik. Biz onlara mədəni muxtariyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, Alan adaları timsalında, İtaliyada, Cənubi Tirol timsalında və bir çox başqa yerlərdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq. Bunu etməklə onlar əslində bizim bunu heç vaxt etməyəcəyimizi bilərək, onlar münaqişəni dondurmaq üçün hər şey edirdilər. Mən bilirəm, biz birincisi münaqişənin bu qaynar fazasını bitirməliyik. Danışıqlar masasına qayıtmalıyıq. Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz gələcəkdə nə baş verəcək, onun haqqında danışa bilərik. Bu məsələ ilə bağlı indi heç nə deyə bilmərəm. Çox sağ olun, cənab prezident. Mən bizə vaxt ayırdığınız üçün sizə həqiqətən minnətdarlığımı bildirirəm. Suallarınıza, Azərbaycana marağınıza görə çox sağ olun.